Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vel âkıbetu li ehlit takva vel yakin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'netud daim ala a'daihim ecmaîn minel an ila kıyavmi yevmiddin. Qurani Kərimdə belə bir ayə var. Bəqərə surəsinin 201-ci ayəsində Rabbena atina fid-dunya hasenatan və fil-axirati hasenah və qina azabennar. Bunu biz gündəlik namazların qunutunda da oxuyuruq. Rabbena atina fid-dunya hasenatan. Ey bizim Rəbbimiz, bizə əta elə dünyada həsənə və fil-axirati həsənətən, axirətdə də həsənə əta elə və qina azabennar, bizi cəhənnəm əzabından qoru. Məcmuul Bəyan təfsirində Şeyx Təbərsi bu ayənin təfsirində həsənə sözünə bir neçə mənanı qeyd edir. Birinci, həsənədən məqsəd dünya və axirət nemətləridir. Yəni, insan ki, dünyada yaşayanda insanın yaşayışı üçün hansı ki, nemətlər insana lazımdır, biz onu Allahdan istəyirik. Və ya axirət nemətləri də deyəndə, axirətdə o gözəl əməllərin müqabilində ki, Allah bəndələrinə əta edəcək, onu istəyirik. Bir mənanı da belə izah edir ki, dünyada həsənədən məqsəd, ki, dünya deyirik, məqsəd gözəl əxlaq, ruzi və axirətdəki həsənə isə, yəni və fil axirəti həsənədən məqsəd isə qiyamətdə, yəni axirətdə Allahın razılığı və cənnətidir. Üçüncü bir mənanı da belə izah edir ki, dünya həsənəsindən məqsəd, yəni dünya həsənədən məqsəd elm və ibadətdir. Yəni ilahi bizə bu dünyada həsənə ver, yəni bizə elm ver, bizə ibadət ver ki, biz yəni güc qüvvət ver ki, biz o ibadətləri yerinə yetirək. Hətta Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdən belə bir hədis də nəql edir. Deyir, Peyğəmbərin sözünü nəql edir. Mən utiyə qəlbən şəkirən və lisənən zəkirən və zəvcətən müminətən ta'inəhu alə əmri dünyahu və axirəhu. Deyir, hər kimə qəlbdən şükür etməli əta olunar. Yəni o şəxs ki, ona əta olunur, yəni o qəlbdən Allaha şükr eləyir, yəni tək dildə yox, qəlbi ilə Allaha şükür etməklik və lisənən zəkirən, dillə zikr etməklik o şəxsə əta olunubsa və möminə bir zövcə ona əta olunubsa ki, o zövcə ki, dünya və axirət işlərində öz ərinə, yəni həyat yoldaşına kömək eləyir. Yəni dünyada bir şəxs bunlara sahibdirsə, fəqət utiyə fid-dünya həsənətən. Artıq o şəxs dünya həsənəsinə nail olub, yəni ona dünya həsənəsi verilib. Və fil-axirəti həsənətin və vuqiyə əzabənnar. Axirət həsənəsində isə o, cəhənnəm əzabından qorunar. Yəni cəhənnəm əzabından xilas olunar. Yəni Peyğəmbər də burada üç məsələyə nə qeyd etdi ki, dünyada kimə qəlblə şükür etməkli əta olma, dillə zikr etmək əta olma və möminə bir zövcə ona verilə ki, möminə zövcəyə sahib ola ki, dünya və axirət işlərində ona kömək eləsə, artıq o dünyada olan həsənəni əldə etmiş sayılır. Və axirətdə olan həsənəsi də onun üçün nə olacaq? Onun cəhənnəm əzabından xilası olacaq. Qurani Kərimin bir neçə yerində belə ayələr qeyd olunur ki, İnnəllâhə yuhibbul muhsinin. Həqiqətən də Allah ehsan edənləri sevir. Eyni zamanda Vallahu yuhibbul muhsinin. Bu ayə də bir neçə yerdə keçir. Məsələn, Bəqərə surəsi, Maidə surəsi 93, Ali İmran surəsi 134-148-ci ayələrdə Vallahu yuhibbul muhsinin. Allah ehsan edənləri sevir. Bir ayədə biz Allahdan o həsənəni istəyirik, yəni o gözəlliyi istəyirik. Bəzi ayələrdə də Allah deyir ki, o bəndələr ki, ehsan edəndir, muhsindir, Allah onları sevir. Ən'am surəsinin 160-cı ayəsində isə Allah təbarək və təala buyurur ki, Mən cəə bil həsənəti fələhu əşru əmsəlihə. Hər kim gözəl bir iş görsə, ona onun 10 misli əta olunar. Burada bu ayələrdə həm birinci ayə ki qeyd elədik və bu ayələrdə
həsənə sözü gedir, yəni qeyd olunur. Bir ayədə biz Allahdan həsənə istədik, bir neçə ayədə də gördük ki, Allah ehsan edən, yəni o həsənə edən sahibləri sevir. Və yaxud da ki, kim bir həsənə iş görsə, Allah onun müqabilində ona 10 mislini əta edir. Həsənə sözünün lüğəti mənası, yəni gözəllik, yaxşılıq mənasını ifadə edir. Və bu ümumi bir mənadır. Yəni bunu bir əmələ şamil etmək olmaz. Yəni həsənə bir ümumi bir mənanı ifadə edir ki, bütün gözəllikləri özündə cəm eləyir. Məsələn, biri ilə xoş danışmaq, xoş söz demək, gözəl rəftar etmək, sədəqə vermək, hətta insanların yolların üstündə, yəni insanların gediş-gəlişinə mane olan hər hansısa bir əşyanı yol kənarına çəkmək, yəni bu cür gözəl əməllərin hamısı nədir? Həsənədir. Ya bir yerə su çəkmək, ya bir yerə yol çəkmək və yaxud da ki, xəstənin ziyarətinə getmək ki, bu cür misalları çox vurmaq olar. Yəni hər o gözəl əməllər ki, yəni həm din onu dəstəkləyir, həm də insanın əqli onu təsdiqləyir ki, bəli, bu gözəl əməldir. Yəni bütün gözəl əməllər nədir? Həsənə sözünün altında cəm olunub. Yəni həsənə bir nöqtədir, yəni yuxarıda dayanan belə deyək də, bir nöqtədir. Onun altında çoxlu nə qədər gözəl əməllər varsa, hamısı onun kölgəsində gizlənir. Burada Allah Resulü Hazreti Muhammed sallallahu aleyhi ve sellem'den Emir el-Mu'minin aleyhisselam hakkında buyurduğu bir hədisi də qeyd etmək məqsədə uyğun olardı. Hədis belədir. Peyğəmbər buyurur ki, Hubbu Aliyin həsənətun. Əlini sevmək, Əliyə məhəbbət bəsləmək həsənədir. Ramazan ayının 11-ci günün duasında da biz oxuyuq ki, Allahumma habbib iləyyə fihil ihsan. İlahi, bu gün də mənə ehsan, yəni bütün gözəl əməlləri mənə sevdir. Hər bir halda, bütün mənaları ilə ki, biz dedik, bütün gözəl əməllər həsənə sayılır və eyni zamanda elə bu əməllərin şahı Əmir el-Müminin əleyhissalama məhəbbət bəsləmək onun özü də bir həsənədir. İlahi, bu gün də məni ehsan, yəni gözəl əməlləri mənə sevdir. Bu əməllərin dedik, yəni belə bir cümlə ilə xülasələşdirək ki, yəni hər bir o əməl ki, gözəl əməldir. Din onu bizə tövsiyə edir, Peyğəmbər tövsiyə edir, Qur'an bizə onu tövsiyə edir və eyni zamanda o gözəl əməlləri ki, əql də onu təsdiqləyir, yəni bu əməllər nə sayılır? Ehsan sayılır. Yəni ilahi, bu gün də ehsanı, yəni gözəl əməlləri mənə sevdir. Və kərrih iləyyə fihil fusuqi vəl-isyan. İlahi, bu gün də fusuq, yəni fasıq əməlləri, pis əməllər və isyan, sənə qarşı olan günahı bizdən uzaqlaşdır. Yəni bizim qəlbimizdə ona bir ikrah hissi yarat. Quran-ı Kərimin bir çox ayələrində yəni bir neçə əməllər zikr olunur. Ondan sonra buyurur ki, fəuləikə humul fasiqun. Yəni onlar fasiqdirlər. Yəni əməllər qeyd olunur. Əməllərdən sonra buyurur ki, bu əməlləri edənlər nədir? Fasiqdirlər. O ayədən birini Maidə surəsi 47-ci ayədə Allah buyurur ki, yəni həmin o fasiq kimə deyilir? Yəni hansı əməllər fasiq əməllər sayılır? Və mən ləm yəhkum bimə ənzəlallahu. Hər kim Allahın nazil etdiyi ilə hökm etməsə, fəuləikə humul fasiqun. Bəs onlar fasiqdirlər. Ki bu ayə bizə onu öyrədir ki, yəni Allahın nazil etdiyi ilə, yəni Qur'anla hökm etməyən fasiqdir. Yəni onun əməlləri nədir? Fasiq. Bu ayə bizim üçün bir qayda olmalıdır. Bizim üçün bir düstur olmalıdır. Niyə? Çünki insan öz əməllərinin üzərində bir hakimdir. Yəni hakimin vəzifəsi nədir? Gözəl haqqı bərpa etmək, ədaləti bərpa etmək, doğruluğu bərpa etmək. İnsan da öz əməllərinin üzərində bir hakimdir. Yəni insan əməllərinə hakim olmalıdır. Əməllərində gözəlliyə diqqət etməlidir, əməllərində ədalətə diqqət etməlidir, əməllərində doğruluğa diqqət etməlidir. Yəni əməllərini öz hakimliyinə, öz nizamında, yəni öz nəzarətində saxlamalıdır ki, Allahın buyurduğu kimi olsun, Peyğəmbərin buyurduğu kimi olsun, Əhl-i Beytin bizə göstərdiyi gözəl əməllər üzərində olsun. Yəni insan, belə deyək, əməllərinin hakimidir. İstər insan ədalətli hakim olar, əməllərini gözəlləşdirər, istər fasik hakim olar, əməllərini fiskə yönəldər.
Ona görə insan bu ayəni özü üçün bir örnək, bir düstur götürməlidir ki, Allahın buyurduğu ilə hökm etməyən şəxsin əməlləri nədir? Fasik əməllərdir. وَحَرِّمْ عَلَيَّ فِيهِ السَّخَطَ وَالنِّيرَانَ بِعَوْنِكَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ. Və bu gün öz qəzəbini, cəhənnəmi bizə haram elə. Səni and verir, yəni öz köməkliyinə, ey kömək istəyənlərin köməyinə çatan. Bəs insan hansı əməllərin vasitəsilə, yəni hansı əməllər insanın cəhənnəm əhli olmağına səbəb olar? Biz ki, deyir ki, ilahi cəhənnəmi bizə haram elə, yəni o əməllər ki, insanı cəhənnəmə aparar, o hansı əməllərdir? Biz Quran-ı Kərimin ayələrinə baxsaq, bir neçə yerdə ayələrin sonunda belə buyurur ki, və uləikə əshabun nar hum fiyhə xalidun. Yenə də dediyimiz kimi, necə ki, bayaq dedik ki, bir ayəni qeyd etdik ki, bu ayədən sonra o əməlin sahibini Allah buyurur ki, onlar fasiqdir. İndi bir neçə ayədə də buyurur ki, o əməllərin sahibləri nədir? Cəhənnəm əhlidir. Yəni o əməllər səbəb olar ki, insan cəhənnəmə getsin. Hum fiyhə xalidun. Özü onlar orada əbədi qalarlar. Məsələn, Bəqərə surəsinin 275-ci ayəsində Allah riba yeyənləri, yəni sələm yeyənləri, bizim dillendirsək, yəni faizə pul verir, faiz yeyənləri Allah buyurur ki, uləikə əshabun nar, onlar cəhənnəm əhlidir. Yəni riba yeməklik, sələm əhli olmaq insanı cəhənnəmə aparan bir amildir. Və ya yenə Bəqərə surəsinin 39-cu ayəsində Allahın ayələrini inkar edənlər, o şəxslər ki, Allahın ayələrini təkzib edir, o əməl sahibləri də nədir? Uləikə əshabun nar, onlar da cəhənnəm əhlidir. Yəni Allahın ayələrini inkar etməli səbəb olar insanın cəhənnəmə getməsinə. Üçüncü bir ayəni də qeyd edək. Bəqərə surəsi 287-ci ayədə Allaha kafir olmaq, yəni Allahı inkar etmək, Allaha qarşı, yəni Allahın vahidliyini, Allahın təkliyini, Allahı inkar etməklik, Allaha qarşı kafir olmaq o əməl səbəb olar ki, insanın cəhənnəmə getməsinə. Yəni bu əməllərin sahibləri cəhənnəm əhlidir. Səbəb olar ki, bu əməllər öz sahibini cəhənnəmə aparsın. Və bu ayələrin sonunda, bu əməllərin sonunda buyurur ki, və uləikə əshabun nar hum fiyhə xalidun. Bəs onlar cəhənnəm əhlidir, onlar orada əbədi qalarlar. Allah bizi həqiqi möminlərdən qərar versin, cəhənnəmin odunu bizə haram eləsin və gözəl əməlləri bizə sevdirsin. Allah tutduğumuz orucları, etdiyimiz duaları qəbul eləsin. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh.